Deməli 3 paleolit. Bu illər yadında da Ayşə yoxsa? Nisbətən. Mən danışanda düşürmü ya da? Bəli. Bunu inşallah indi əzbərləyərsən, yadında qalar. Deməli, üst paleolit dövrü əhatə edir 35 eradan əvvəl 35 min il, bundan əvvəldən 12-ci min illiyə qədərki dövrü əhatə edir. Üst paleolit dövrünün deməli əlamətləri nə idi? Bu dövrdə də insanlar hələ mağaralarda, qazmalarda, yerüstü komalarda yaşayırdı. Üst paleolit dövründə Ayşə artıq deməli ağıllı insan yarandı. Yəni Homo sapiens. Deməli bu insanın əvvəlki alt paleolitdə bacarıqlı insan, orta paleolitdə neandertal insan. Onlardan fərqli xüsusiyyət nə idi? Beyni 2 dəfə böyük idi həcm olaraq və artıq bu insan qamətini tam düzəltmişdi, düz gəzirdi və artıq səsli nitq, yəni nitqin formalaşması üst paleolitə aiddir. Üst paleolit dövründə artıq nitq formalaşdı, səsli nitq. Və üst paleolit dövründə artıq insanlar ağacları gövdəsindən kəsirlər, bir-birinə belə uzun-uzun ağacları bağlayırdılar. Deməli, sallar düzəldirdi. Deməli, sallardan belə gəmi kimi də elə bir çayın bir üzündən digər üzünə keçmək üçün bəli, sallar düzəldirdilər. Və salların düzəldilməsi üst paleolitə aid oldu. Rabitə, nitq. Bir də burada artıq alt paleolitlə ki, orta paleolitdə biz qeyd elədik ki, insanlar ulu icmada yaşayırdı da. Çünki onlar nə edirdilər dedik, hələ şuurları tam da inkişaf etməmişdi. Bir də üst paleolitdə yarandığı tam şuur, tam idrak, nitq. Artıq üst paleolit dövründə qan qohumluğu yarandı. Yəni insanlar qəbilə icması yarandı. İnsanlar qan qohumluğuna əsasən nə etməyə başladılar? Ana xətti ilə birləşirdilər və artıq qəbilə yarandı. Deməli, qəbilənin yaranması üst paleolit dövrünə aid edir. Bu dövrdə daş və sümük üzərində işləmələr, incəsənət, ilk incəsənət nümunələrdə də belə deyək, üzərində işləmələr, incəsənət nümunələri də meydana gəlir. Düzdür, ibtidai nümunələr orada alt paleolitdə deyirik, biz cızm deyirik, ovsun, totem ovsun eləmişlər insanlar da daş aykəllər üzərində. Bəli, burada da daş və sümük üzərində işlənmiş incəsənət nümunələrinə yəni rast gəlmişdi və artıq bu dövrdən ana xaqanlıq başladı. Ana xaqanlıq qəbilə icmasının ən əsas cəhətidir. Qan qohumluğu əsasında deməli keçirdi və ana xaqanlıq dövrü adlanırdı. Bu dövrdə də yenə həmən mağaralarda qeyd elədik insanlar yaşayırdı və yerüstü komalarda yaşayırdı və burada da bir çox yəni Qazaq olsun, deməli Naxçıvan olsun, Qarabağ zonalarında deməli öyrənilmişdir.